Müştərimizin daşına bilən stansiyasını göndəririk, rayona gedir, onun üçün yoxlayıb tam olaraq göndəririk. Deməli, istifadə qaydasını göstərirəm. Bax, günəş paneli ilə də zaytkiyə qoya bilirsən, adapterlə bax, zaytkiyə qoya bilirsən. Günəş panelindən gələn portu, bax, götürüb bu hissədən qoşursan zaytkiyə. 100% doldu, çıxardırsan. 20% düşük taxmalısan, bax bunu, bax bu malı. Ondan sonra, müştərimizin özəl sifarişi ilə 5 voltluq lampalar. Bax, yandırdım bu hissədən. USB yazılıb bu lampaların işləməsi. USB-ni vurandan sonra, bax, lampavı qoşursan bura, bu şəkildə yandırırsan. Bax, müştəri sifarişidir bu, bu üstündə gəlmir. Həm də telefonunu taxırsan. Əlavə üstündə 220 voltu var. 220 volt 500 vata kimi cihaz qoşa bilirsən. Bax, 500 vata kimi. Bunu da yoxlayaq. 220 voltu aktivdir, gördüyünüz kimi. Qarşı hissəsində isə belə bir ledi var, gördüyün kimi. Bunun istifadə qaydası necədir? 500 vata kimi cihaz taxmalısan. 500 wattdan yuxarı olmaz. Və bu cür daşına biləndir. Günəş paneli portlarını bu hissəyə taxırsan. Günəş paneli isə budur, bax. 100 wattlıq günəş paneli.